kişi iki halda xəyanət eləmir. Onda mən afristi eləyim. Mən taktik eləyim. Elə. Qadın qorunmaq istəyir. Qadın şah kimi bir şeydir. Təbiətin qanunu belə. Təbiətin qanunu. Müasir kişilər isə prensesləşiblər. Prensesləşiblər. Birinci olaraq biz necə başlayırlar? Təzə evlənəndə. Qaşın burası əyridir. Ki biraz da qadınlardan danışın. Qadınlar indi daha çox xəyanət edir. Bu doğrudurmu? Sizin birinci ərvi sizin işinizdir. Bunu necə istəyirsiniz başa düşün. Bu yayımı 24/7 tətbiqinin baş sponsorluğunda izləyirsiniz. Salam Protax izləyiciləri. Bugün qonağımız xanım Bilalovadır. Xanım Bilalova yaşam koçu, münasibət koçudur. Xoş gəlmisiniz xanım Bilalova. Xoş gördük yine xanım, təşəkkür edirəm. Biz yaxın bir zamanda münasibət koçu ilə bir yayım elədik, amma onunla münasibətdən danışdıq, mesajlaşmadan, ilk görüşdən, ümumiyyətlə love bombing, ghosting və s. amma o ciddi orada qaldı. İndi o ciddi evləndirək sizinlə birlikdə. İlk öncə onu soruşaq ki, evlilik, ailə nədir ümumiyyətlə? Bizim bu anlayışdan nə qədər məlumatımız var, nə qədərini düz bilirik? Ailə nədir? Çox qəşəng sualdır. Niyə qəşəng sualdır? Biz bəzən sözləri bilirik, amma sözlərin arxasında yatan mənanı bilmirik. Ailə nədir? Ailə bir qrup insanın bir yerdə yaşamasıdır. Xüsusən qan qohumluğu ilə bağlı olan insanın birlikdə yaşamasıdır. Amma mən sualla cavab vermək istəyirəm. Məsələn, sizin düşüncənizə görə ailə nədir? Ailə nədir? Elə bir ki, biraz məcburi bir araya gəlmiş insanlar, eyni evə. Eyni evə məcbur olan insanlar. Əslində tarixə baxsaq, ailə anlayışına, məsələn, indi dövlətlər var, hə? İndi birdən-birə dövlət olmayıb baxın. İlk əcdadlarımız yaşayanda birinci olub qəbilələr olub, sonra olub tayfa, sonra olub dövlət, belə böyüyə-böyüyə gedib. Bəs bunları necə seçiblər? Hansı ailədə çoxluq olurdusa, say çoxluğu, o güclü sayılırdı. Və məsələn, mən güclü ailəyəm, siz güclü ailəsiz. Biz bir-birimizlə qohum olduq, biz birləşdik. Çoxaldıq, övladlarımız oldu, yarandı qəbilə, daha sonra yenə birləşdik, yarandı tayfa və dövlətlər də bu şəkildə yarandı. Yəni çox olan, güclü olan dövlət ola bildi. Və oradan belə yola çıxaraq biz başa düşə bilərik ki, ailə təkcə məcburən bir yerdə yaşayan insanlar deyil, axı bunun arxasında çox böyük bir məna yatır. Ailə həm də gücdür. Keçmişdə də sizin üzr istədim, sözünüzü kəsirəm. Keçmişdə də belə güclə bağlı ailələr qururlardı. Padşah öz bacısını digər bir padşahla evləndirdi, və yaxud hansı o vəzirə verirdi ki, o vəzirin potensialı var idi. Stratejik bir şeylə verirdi ki, daha da güclənsin. Bəli, Möhtəşəm Yüzyılda baxmışsınız, orada görürsüz, öz bacısını evləndirir. Kimdən evləndirir? İbrahim Parqalı ilə evləndirir, vəziri ilə. Çünki o vəzir Sultan Süleymanın özünün taxta gəlməsinə nə boyda kömək eləyib. Onun ağlı, onun zəkası və o bir növdə onu yanında daha saxlamaq üçün, onu özünə qohum eləmək üçün. Bu da bir strateji addım idi. Bəli. İndi oradan biz yola çıxırıq, siz sual verə bilərsiniz ki, onda evliliklər nəyin üzərindən qurulur? Çünki strategiyadan danışdınız, mən məcbur ora keçid eləməli oluram. İndi biraz daha sevgi çalışırlar, sevgi üzərində ailə qursunlar, yox? Ümumiyyətlə, tam səmimi desəm, insan mənfəətçil varlıqdır. Hələ də keçməmişik yanda o dövrdə. Yox, keçə bilmirik. İstər maddi olsun, istər mənəvi. Mən həmişə deyirəm ki, insanlar münasibəti iki şeyin üzərində qururlar. Ya maddi mənfəətdir burada, ya mənəvi mənfəətdir. Məsələn, mən kasıb ailədə doğulmuş bir qızam. Nə düşünəcəm əgər irəli getmək istəyirəmsə bu həyatda? Tam səmimi. Yəni, ən asan yol. Ən asan yolda nə görürəm? Bir varlı oğlan tapım, həyatım qurtulsun. Bəli. Bir dənə varlı oğlan tapsın, qəşəng ailədən olsun, məni də qabağa çəksin. Və evlənirəm. Evlənirəm, gedirəm, düşürəm o ailəyə. İndi təbii olaraq ki, onlar məndən üstündülər axı. Maddi cəhətdən məndən üstündülər, güc cəhətdən məndən üstündülər. Zaten elə maddi cəhətdən üstün olmaqları onların güclü olmağı deməkdir. Və mən orada nə edəcəm? Sıxışdırılacaqsınız. Mütləq. İkinci sual. Onlar məni niyə alıblar? O maraqlıdır doğrudan. Əzikdir bəlkə də ona görə. İstədiyimiz kimi idarə eləyərik. Bəli. İstədiyimiz kimi idarə eləyərik. Və çox qəşəng söz dediniz. İdarə etmə. Güclü insanların, yəni bəlli bir yerlərə gəlib çıxmış insanların içində bir idarəçi instinkti olur. Ona görə güclülər güclüləri çox da sevmir yanında.
Güclülər həmişə həyatında daha zəifi çəkirlər ki, onu kontrolda saxlasınlar, ona istiqamət versinlər. Belə elə bu rəfiqələr arasında da olur bu məsləhət adı altı ilə baxırsan ki, təhqirlərə keçir yavaş-yavaş, bəzən incidici sözlərə keçir. Niyə? Öz əzəmətini orada hiss edir, səni alçaldır, özünü qaldırır. İndi ailədə də o varlı adam gəlir kasıb ailədən qız alır. Onun burada xeyri var. O düşünür ki, o gələcək mənim diktaturamın altında yaşayacaq. Mənim qaydalarıma tabe olacaq. Mənə tabe olacaq biri mənə lazımdır. Yoxsa belə bayaq siz dediniz ki, strateji evliliklər, padşahın qızını, məsələn İngiltərə ilə Fransa kralının qızı evlənmişdi. Yəni belə evliliklər də çox olub tarixdə. Amma burada niyə o gedib özünə tay bir ailədən qız almır ki? Niyə gəlir daha zəifini alır? İki qoçun başı bir qazanda qaynamaz. O orada öz üstünlüyünü göstərmək istəyir, ağalığını. Bəziləri bunu yumşaq formada eləyir, bəziləri bunu daha sərt şəkildə eləyir və bəzən mənə müraciət eləyəndə xanımlar bu şikayətlə ki, məsələn, mən kənddə böyümüşəm, kənddən gəlib alıb məni yoldaşım, deyirəm, kimdir bəs yoldaşınız gil? Deyir ki, belə-belə, görürsən ki, tanınmış bir ailədirlər, nüfuzlu bir ailədirlər və xanım durub burdan, yəni bu cavan gəlin durub burdan ədalət tələb eləyir onlardan. Ki, mənə qarşı haqsızlıq olunur, mən burada əzilirəm. Zaten onlar səni əzmək üçün almışdılar. Bunu deyə bilirsiniz, bəs belə pasiyentə ki, yəni niyyət oydu. Bəli, biz bunu çalışanda işi açığa çıxartmalıyıq ki, birincisi burada ümumiyyətlə təsadüf deyilən bir şey yoxdur həyatda. Mən təsadüfən yolla gedirdim, bu oğlan qabağıma çıxdı, mən bu ilə gördüm, sevdim, evləndim. Elə bir şey yoxdur. Hər şey daha öncədən bizim şuur altımızda var. Və o insanlar da bizim qabağımıza çıxanlar. Razılaşıram. Görürsünüz, məsələn, dostluqlar da belədir, münasibətlər də belədir. Məsələn, bir oğlanı görürsən, bir cür səndə hal yaşanır, qarnında kəpənəklər falan dediyimiz, həyəcan, ürək döyüntüsü, top döyündü orada. Aksiyete. Niyə orada? Əli ucu bumbuzdur. Əl bu tərəfdə da soyuqdan bumbuzdur, danışanda da gülə-gülə danışır. Əlini tutsam baxacağam ki, qız ölüb. Əslində yoxdur. Niyə? Bax, o mənim hisslərim mənə deyir ki, sənə o adam lazımdır. Hisslər, düşünün ki, məntiqin tərcümətçisidir. Mən bunu həmişə belə adlandırıram. Çünki beyin bizlə oturub bizi qabağına qoyub, bu belə danışa bilmir də. Ay bala, gəl bunu belə elə, burada bunu belə eləsən, belə olar. Kaş danışsa. O da danışır. Hisslərimizlə danışır. Məsələn, hamiləlikdə görümsüz qadınları, nə bilim, qışda ürəyinə marojna düşür. İndi düzdür, onlar daha əl çatandır. Əvvəllər bu daha çətin idi. Elə ekzotik meyvələr düşür yadında. Yoxdur axı o. Mənim yadıma gəlir, bizim vaxtımızda, məsələn, mən pomidor axtarırdım, yox idi onda pomidor. Tərəvəz düşmüşdü, qış, yanvar ayı idi. Bu nə üçün o hiss gəlir sənə bu? Çünki sənin bədəninin o an o vitaminə ehtiyacın var. Və beyin sənə hisslər vasitəsilə, istəklər vasitəsilə sənə deyir ki, sənə bu lazımdır. Beynimiz də bizlə danışmış. Danışır, əlbəttə danışır. Beynimiz bizə deyir ki, sənə bu adam lazımdır, yoxsa bu adam lazımdır. Məsələn, şəkil qoyum qarşınıza, bir oğlan şəkilləri, bir neçə oğlan şəkilləri qoyum. Gələ gətirərdim, bir qoyardım, baxardım. Mən çox olub ki, narsis xanımlara, narsis bəylərin şəkillərini göstərmişəm. Baxıb bilirsiniz nə deyib, belə yox. Məsələn, seansdayıq ha. Yox deyir. Yox deyir. Ərindən şikayət edir ki, ərim mama uşağıdır, ərim belə zəifdir, zəif kişidir. Dominant deyil. Kişilik potensialı yoxdur. Qız kimidir, anasının balasıdır, anasının quzusudur. Şikayət eləyirəm, yaxşı. Çıxardıram narsistlərin şəklini, qoyuram qarşısına. Deyirəm, şəklə baxın, bu şəklə deyir. Deyirəm, nə hiss edirsən? Belə baxır, deyir, nə bilim, baxırsan, o nartistlərin də qəşəng duruşuğu var, axı, bir özgüvənləri, bir ekoları, belə şarmlıdırlar, xarizmatikdirlər. Deyirəm, bəs bu birisi, bunun həyat yoldaşı tipli, deyir, bu yenə olar. Özü narsistdir. Narsist neynir? Neynir, yolu getməyəcək, idarə edə bilməyəcək, yox. Ay, nə maraqlı. Bəli, ona lazımdır, o başa düşmür, mənə onun hissləri lazım idi.
Yəni mən də onun hisslər bilirəm, axı deyirəm, bax beyin, hisslər beynin tərcüməçisidir. Всё, bax sən belə seçmisən həyat yoldaşı. İndi də şikayət edirsən ki, kaş bu adamla evlənməzdim. Niyə bununla evlən? Bizim analarımız çox deyir. Bilsəydim atondan evlənməzdim. O günə daş düşər. O günə daş düşərdi. Məni aldatdılar. Məni evdən verdilər. Hamısı da qurban ya. Heç bir özü keçmək istəməyib. Ya padruqası yoldan çıxardım, ya anası məcbur elib. Bunlar hamısı Nuri mələydilər. Elə deyil axı. Sən istəməsəydin, bəzən mənə deyirlər məcburi evlilik, məni məcburən evləndirdilər. Deyirəm, döydülər. Deyir, yox. Deyirəm, gəlini almağa gedəndə neynədilər? Darta-darta apardılar. Deyir, yox, özüm getdim. Deyirəm, qızılları kim seçdi? Deyir, onu da özüm seçdim. Deməli, sən gülə oynaya hələ bir gəlib cehiz də almısan. Sonra da deyirsən ki, məni evdən zorla evləndirdilər. Yenə burada qadınları bir balcı başa düşürəm. Kişi bunu deyəndə mən vəbşə sevmirəm. Məni məcbur evləndirdilər. Sevmirəm, evlənməmişəm. O bəhanədir. Bəhanədir. O kişilərin bəhanəsidir. Kişilər yeni qadınla münasibət quranda evlidə axı indi işin içindən çıxmalıdır da necəsə qarşı tərəfə deməlidir ki, yəni mən arvadımı sevmirəm. Yalan da deyir, ölür arvadın dərdindən. O standart elə yalandır. Elə də qorxur. Amma danışanda Qədir deyir ki, mən bilirsən, onu istəmirdim. Ya deyir təsadüfən oldu, məcbur qaldım. Ya deyir evdən anam dedi, yox deyə bilmədim. Ruslarda qəşəng bir söz var, deyir, "Нету слова не могу, есть слово не хочу." Yəni bacarmıram deyə bir şey yoxdur. İstəmirəm deyə bir şey var. Sən bir şeyi eləmək istəyirsənsə, elə bir qüvvə yoxdur ki, gəlib sənə mane ola. Mümkün deyil. Sadəcə mümkün deyil. Sən çünki bunu o qədər istəyirsən. Bu istək o qədər şiddətlidir ki, o artıq maneə tanımır. Bu sevdiyin qıza da aiddir, oğlana da aiddir, işinə də aiddir. İndi orada gələrik ki, xanımların işləməyi ilə bağlı tez-tez mənə deyirlər ki, həyat yoldaşım icazə vermir. Halbuki bu bəhanədir. Bəhanədir. Tənbəldir. Qorxaqdır. Həm də. Həm də qorxaqdır. Amma uğrunda mübarizə aparsa istədiyini alar. İstəsə alar, mütləq alacaq. Əgər dediyim kimi istəyinin şiddəti çoxdursa, bir də yadınızda biz başda nə danışdıq? Mənim şuuraltım bilir ki, bu adam mənə lazımdır. O bilir ki, o adam onu qoymayacaq işləməyə. Bəli. Və yaxud qoyacaq. Müəyyən çətinliklər ola bilər. Müəyyən orada bir mübarizə təbii ki, olacaq. Doğuluruq birdən-birə qaçmırıq ki. Birinci körpə oluruq, birinci inqə eləyirik, sonra qırıq-qırıq səslər çıxardırıq, sonra yavaş-yavaş hecalar deyirik, birdən-birə elə anamızın bətnindən çıxan kimi Füzuliyin qəzəlini danışmırıq ki. Düz, orada da mübarizə aparırıq. Proses gedir orada, yavaş-yavaş və yaxud uşaq birdən-birə yerimir ki, birdən-birə qaçmır ki, birinci iməliyir, sonra 2 addım atır, yıxılır, yavaş-yavaş bir də baxırsan ki, həmən dünən yıxıla-yıxıla gəzən uşaq indi qaçış üzrə çempiondur. Həyat budur, birdən-birə heç nə olmur. Burada qəşəng bir mesaj verdiniz ki, istədiyimiz şey uğrunda mübarizə aparmalıyıq. Hər nə olur olsun. Mütləq. Mübarizə aparmaq üçün də bayaq da dediyim kimi sən onu çox istəməlisən. Çox istəməlisən. İstəyin şiddəti yüksək olmalıdır. Bəs mənə maraqlıdır, sizə nə ilə bağlı daha çox müraciət edirlər? Evlilər, yoxsa subaylar daha çox müraciət edir, ümumiyyətlə o da maraqlıdır. Yəni nə ilə bağlı şikayət edirlər? Bir də kişilər, qadınlar, onlardan daha çox kimlər müraciət edir? Bunlar hamısı çox maraqlıdır. Əsasən mən xanımlarla çalışıram. Bir də evlilər mənə daha çox müraciət edirlər, çünki özüm evli olduğuna görə. Doğru. Daha çox etibar eləyirlər. Məsələn, videolarımda da vurğulayıram ki, mən 22 ildir evliyəm, 3 uşaq anasıyam, övladlarımı böyütmüşəm. Bəli. Daha çox bu izləyicilərin diqqətini cəlb eləyir. Çünki bilirik də bizdə indi ölkədə boşanmalar həddindən artıq çoxdur. Mənim nənəmin rəhmətliyin bir sözü var idi mənə. Həmişə deyirdi ki, əlin yağlıda çək öz başına. Düzdür. Ya da deyirdi ki, laylay bilirsən niyə yatmırsan? Məsələn, ağıllı bir fikir deyəndə deyirdi ki, laylay bilirsən niyə yatmırsan? Doğrudan bizə kimsə münasibətdə məsləhət verəndə də deyir ki, özün ağlı olsa özünkü alındırardı. Yəni biz münasibət koçu da seçəndə ona fikir verməliyik ki, uğurlu evliliyi varsa, evlilik barəsində biz bundan məsləhət alaq. Uğurlu münasibət varsa, münasibət barəsində. Olmasın, sadə bir şey. Mən maşın almaq istəyirəm.
Mən maşını olanla məsləhətləşsəm daha yaxşı olar, yoxsa maşını olmayanla? Əlbəttə maşın olan. Maşını olanla məsləhətləşəcəm də ki, benzin nə qədər istifadə eləyir, hansı maşını alsam daha ekonomludur. İndi baxır mənim istəməyimə. Əgər mən qənaətçil bir insanamsa, mən soruşacağam ki, hansı daha benzin sərfiyyatı azdır, hansında daha azdır və yaxud əgər göstərişli bir tipəmsə istəyirəm ki, çıxım cəmaata qışqırım ki, yəni belə mən belə varlıyam. Mən gedib göstərişli bir insandan soruşacağam ki, hansı maşın alsam o maşın belə Söhbət maşından getmir ha. Söhbət maşından getmir. Hansı mənim əzəmətimi vurğulayacaq. Yəni bu yolu gedən insandan mən daha çox məsləhət alsam, düşünürəm ki, daha düzgün qərarlar verə bilərəm də. Bəli. Çünki o yolu artıq keçib. Mən bu yolun başındayam. O isə o yolu keçib durub ordadır. O mənə göstərə bilər ki, hə burdan get, ayağı bu daşa qoy, burdan belə elə, oradan elə elə. Yəni biri var nəzəriyyə, biri var təcrübə. Mən hər zaman təcrübənin tərəfdarıyam. Əgər sizin gözəl saç stiliniz varsa, mən gəlib sizdən soruşacağam ki, bu saçı harda eləmisiniz? Ustanız kim olub? Və yaxud meykapınızı soruşacağam. Siz bunu eləmisiniz də mənə daha rahat olacaq axı. Amma əgər yolda baxıram heç bir meykapı olmayan, çox pis gündə saç düzümü olan birinə gəlib soruşum ki, sən saçını harda düzəltdirsən? Özü də gülər ki, bu niyə məndən soruşdun? Məndən soruşur. Biraz onlara, o şeylərə mən diqqət edirəm və çalışıram videolarımda da danışanda şəxsən özümün yaşamadığım bir şeyləri danışmayım. Çünki deyir ki, yaşamadığım bir şeyi danışmaq yalana bərabərdir. Bu çox önəmlidir. Yəni yalandan hər şeydən məsləhət verim, amma o reallıqda özünü tapmayacaqsa, bu çox önəmlidir doğrudan. Axı mən bilmirəm ki, nəzəri cəhətdən okey, eyni kitabı oxuya bilərik. Bəs bunu praktikada necə? Cavabı varmı, yoxmu? O qədər münasibət koçu var, o qədər şey məsləhət görürlər, amma bunu praktikada elirsən və görürsən ki, nəticəsi yoxdur. Bəli. Vaxt itirirsən. Və üstəlik kişi tipləri də fərqlidir, qadın tipləri də fərqlidir. Yəni eyni donu bütün hamıya geyindirmək olmaz. Bunu da deyən nadir insanlardan hamısı çalışır ki, onları eyni tiplərə bölsünlər ki, qadınlar duyğusaldır, kişilər o cürə fikirləşmir və s. Elə deyil amma. O da bir mifdir ki, kişilər daha rasionaldır, qadınlar daha emosionaldır. O insana görə dəyişir. Məsələn, biz götürsək elə Hipokratın insanı bölməyinə o 4 tipə böldü də insanları. Xoleriklərə böldü, sanguiniklərə böldü, flegmatiklərə böldü, melanxoliklərə böldü. Məsələn, xoleriklər daha dominant, qışqıra-qışqıra danışmağı xoşlayan, yüksək səslə ətrafınızda yəqin ki, görmüsünüz. Hiperaktiv, bir xolerik qapıdan içəri girəndə mən o qapıdan içəri girəndə mən bilirəm ki, aha, xolerik tipidir. Bu xolerik tipidirsə, bu hansı problemləri yaşayacaq? 100% evdə aləm qatır bir-birinə. Səsindən evdəkilər daha bezir. Bu evdən gedəndə az qalırlar, nəzir paylasınlar ki, yaxşı ki, getdi. Yəni, ən çətini olardı. Ən çətini olardı. İdarə etməyi xoşdurlar. Onları qırmızı rəngə bənzədirlər. Onlar nə ilə problem yaşayır? Sən idarə edirsən də. Onlar hamı ilə problem yaşayır. Onlar hər yerdə problem görürlər. Çünki partlamağa yer axtarırlar. Başa düşürsünüz? Evdə də partlayacaq, uşağa da partlayacaq. Bax, bu stəkanı buradan götürdün, qoydun. O sənə onu bir dənə o problemə çevirsin. Onu bir tragediya çevirsin ki, özü bacarılır. Elə qəşəngdir tapırlar. Doğrudan. Mən sizə misal çəkim, papa mənə deyir ki, bu niyə sütunsun dedi. Bunu əlimiz dəyəcək, töküləcək. Sağ olun. Yəni bir stəkandır da orada, bir qalıbdır orada. Sən nə problem? Lap töküldü. Lap töküldü. Sonra nə olacaq? Sonra yığışdıracaq da. Hərdən mənə deyəndə deyirəm, dünya dağılmayıb. Heç kim ölməyib. Heç kim heç yana hücum eləməyib. Всё. Və bəzən yaxın xanımları da deyirəm, birdən zəng eləyirlər mənə rəfiqələrim, falan şey, falan oldu Fehma. Deyirəm, ölüm hadisəsi yoxdur ki. Dedilər, yox, deyirəm, onda çarəsi var. Təkcə nənəm rəhmətli demişkən, bir ölümə çarə yoxdur. Öldüsə qutardı. Dayı orada heç nə deyə bilmərsən. Amma hələ nəfəsi gedib gəlirsə, yenə orada bir çarə var. Sanguiniklər isə daha gülərüz, daha tatlıya bağlayan hər şeyi. Uyumlu. Məsələn, yolda get, bir xolerikin ayağını bastala. Təsadüfən ki, neynirsən, asta ol da, qaqaş ehtiyatlı ol da və yaxud görürsən qırmızı işıqda sürür, belə buradan eləyir, oradan şey eləyir, keçdi belə, nə olub, svetoforda sən də dayanmısan. Axırda gəlib ikimiz də eyni svetoforda dayanırıq, hara tələsirsən. Nəticə etibarıyla.
Yəni o xolerik hər şeyə tez qıcıq verir. Sanqvinikin ayağını tapdalar. Deyəcək, eybi yox, Allah bax, sən deyirsən Allah bağışlaya bilmədim. O deyəcək Allah bağışlasın. Gülüb, o da güləcək, sən də güləcəksən, gülüb ayrılacaqsınız. Flegmatik adətən belə donuq sifəti olur, görmüsüz mən belə sifətlər. Aha. Məsələn, ayağını tapdalar, nə deyirsən bağışla. Elə bir ona gec çatır. Eybi yox, heç nə olmaz. Dedi keçdi. Melanxolikin ayağını tapdalar. Niyə bu mənim başıma gəlir? Ayaqqabımı tapdaladılar. Mən təzə almışdım bu ayaqqabını. Melanxolik bunu dərd çəkmək yerinə çevrilir. İndi siz bunu niyə izah eləyirəm? Evlənirik. Bilmirsən axı kimlə evlisən? Aha, bu çox maraqlıdır. Aha. Gəldi dayandı. Əgər mənim ərim xolerikdirsə, heç nə, davadalaş evimdən əski olmayacaq. Təbrik edirəm. Oradan başlayırıq. O papamızın dediyi misal kimi. Bu tipi budur bunun. Sanqviniklə evliyəmsə, orada sanqviniklər də hirslənə bilirlər, qəzəblənə bilirlər. Amma həddi var da. Yəni onlar hər şeyə durub qışqırıb bağıra-bağıra gəzmirlər bu xoleriklər kimi. Onların da damarına basanda, onlar elə bil bir-birlərinə yaxındırlar bu sanqviniklə xolerik. Elə ki, xala qızı xala oğludular da, belə başa salınır. Flegmatiklə də melanxolik xala qızıdılar. Bu ikisinin enerjiləri yüksəkdir. Xoleriki lap yüksəkdir. Bu ikisinin də enerjiləri bir-birinə yaxındır. Biri sakit, o biri prosta drama eləyir. O birisi drama eləyir. Hə. Mən indi melanxoliklə deyək ki, evliyəmdə o hər şeyi bir dramaya çevirəcək, bir fəlakətə çevirəcək. Axırda mən elə biləcəm ki, orada ölüm hadisəsi baş verir. Kimsə orada rəhmətə gedir. Yəni ən dözülməzi bu gəldi mənə. Və bilirsiniz onların maraqlı tərəfi nədir? İndi bir şey var ki, xolerik dava eləməkdən zövq alır. Sanqvinik gülüb keçməkdən zövq alır. Flegmatik belə də emosiyasız yanaşmasından düz gecə etibar eləyirlər. İnsanları çox gec yaxın buraxırlar özlərinə. Gec yaxın buraxdığı kimi, amma gec də soyuyurlar. Hə, o da pisdir. O da var. O da var onlara. Çətin öyrəşirlər, çətin də buraxırlar. Çox götür-qoy eləyirlər də, apar gətir eləyirlər beyinlərində. Melanxolik də axtaracaq. Nə axtaracaq Allah? Huzur axtarar. Dərd axtarar. Melanxolikin dərddir. Vay, buramda xəstəlik məlum oldu, buramda şiş çıxdı həkimə. İndi bunu bir böyüdür. Bunu bir dərd eləyir özünə. Filan kəs mənə belə dedi, oturub ağlayacaq. O gün gəlin gəldi, mənə belə dedi, oturub ağlayacaq. Gəlin bizə gəlmədi, oturub ağlayacaq. Qaynanam mənə belə dedi, oturub ağlayacaq. Baldızım üzümə belə baxmadı, belə baxdı, oturub ağlayacaq. Ərim mənə belə elədi, oturub ağlayacaq. Yəni ancaq ağlamaqdır bunun işi. Burada nə edə bilər melanxolik? Teoman var müğənni. Bəli. Daha 17. Deməli, bax o da melanxolikdir. Amma onlar yaxşı yaradıcılıq qabiliyyətləri də olur. Drama sevirlər axı. Keçə ssenari yazar, mahnı yazar. Mahnı yazar, belə oturub poeziya bularsan. Bu yaradıcılığa dönüşdürsə, okey, bu əladır, superdir. Amma bunu yaradıcılığa dönüşdürə bilməsə, içində qalsa, onu məhv eləyəcək. Özünü də məhv eləyəcək, ətrafındakiləri də məhv eləyəcək. Yəni bu evlilikdə siz o qədər xırda nüanslar var ki, bax görürsüz heç bunları çox cütlüklər bilmir. Ki mən kimdən evlənirəm? Mən necə bir tiplə evlənirəm? Məsələn, evlənib flegmatiklə deyəlim ki. Flegmatikdə don. Çox danışmağı xoşlamayan, özünə qapalı. Bu da var. İntrovertlər var, ekstravertlər var. Daxilə yönəlik insanlar var, bir də xaricə yönəlik. Bir də var ambivitərlər, onlar ya belədirlər, ya belə. İndi mən ekstravertəm. Ki mən ekstravertəm bu arada. Bəli, məncə də. Ekstravertəm, evlənmişəm introvertlə. Onlar da uyumsuz da. İndi biz necə yola gedəcəyik? Yəni. Mən deyəcəm gedək gəzməyə. Bu da deyəcək oturmuşuq da evdə hara gedirik. Mənə özümü xoşbəxt hiss eləmək üçün insanlar lazımdır. Ona özünü xoşbəxt hiss eləmək üçün evdə divanda oturmaq lazımdır. Kompüterdə qabağında çıx işini görürsən, dəymə onu. Necə olacaq bu iş? Mən deyəcəm ki, spontanda deyəcəm, dur gedək məsələn bulvara dəniz qırağında hava elə qəşəngdir ki, gedək axşam orada yürüyüş eləyək. Ya gedək oturaq bir yerdə kofe içək. Onu istəməyəcək. Burada da biz başqa cütlüklər arasında ki biz bir-birimizi anlaya bilmirik. Halbuki mənə o lazım idi, ona da mən lazım idim. İkimiz də bir-birimizin çatmayan tərəfiyik. Balanslaşdırmaq üçün. Eynən.
Sadəcə yola vermək lazımdır bəlkə də. Kimsə biraz şey eləməlidir, nə deyirlər ona? Yontalamalı. Hə, biraz elə bir ki, suyuna getməlidir, hə. Nədən nəyə görə vazgeçdiyini bilməlisən. Məsələn, əgər mən öz ailəmdə deyirəm, bir şey çıxanda, bir mübahisəli bir məsələ çıxanda, baxıram vəziyyətə, deyirəm bu vəziyyət mənə çoxmu vacibdir? Yəni bu şeyi eləmək, indi deyir ki, məsələn, mən istəmirəm sən belə eləyəsən. Mən belə baxıram ki, bu yəni belə həyati vacib bir məsələdir. Əgər həyati vacib bir məsələ deyilsə, mən onun uğrunda mübarizə aparmıram. Amma elə şey var ki, o bayaq dedim ki, olmazsa olmaz. O artıq olmalıdır. Nəyi ki çox sevirsiniz? O birini biraz az sevirsiniz, fikirləşirsiniz ki, bu çox vacibdir. Məsələn, mən qonaq çox sevənəm, qonaqpərvər biriyəm və təzə evləndə mənə çox çətin gəlirdi. Çünki yoldaşım çox da qonaq sevmirdi. Və bizim tez-tez onun üzərində bir mübahisələrimiz olurdu. Mənə qəribə gəlirdi ki, insan yəni necə də axı bu yaxşı bir şeydir, bu gözəl bir şeydir. Və yaxud qonaq gələndə mən çox canfəşanlıq eləyirdim. Mən mamam. O da qonaq sevir, papa da qonaq, yəni. Orada yaxşı düşüblər üst-üstə. Bizdə amma əksinə idi. Mən deyirdim, bunu da eləyək, bunu da qoyaq süfrədə, bu da olsun, o da olsun. Deyir də, niyə sən bu qədər xərc çəkirsən? Yox, olsun. Bax, yenə gəldi münaqişə. Bəzən cütlüklər mənə müraciət edəndə deyirlər ki, heç yadımdaşmaz bir xanım dedi ki, öz qohumları gələndə qəşəng bazarlıq eləyir. Mənimkilər gələndə önəmsəmir. Kişilərdə var desin elə bir şey. Hə. Bizimkilər gedək görək, bizimkilər gəlsin. Ay, sağ olun. Yəni görsən ki, o şeylərdir. Bax, hər dəfə belə olur, hər dəfə. Bu artıq xanım partlayır. Baxanda böyük bir şey deyil. Amma xırda anlaşılmazlıqlar yığılır. Axı hər dəfə siz mənə yox deyəndə, deyərəm ki, siz kişisiniz. Siz mənə yox dedikcə mən hər dəfə biraz sizdən qırılıram. Amma qırılmaq əvəzinə mən baxardım. Bu şeydən keçmək olarmı, olmazmı? Bunu keçirəm, amma bu birisini keçməyəcəm. Beynimdə onu tutmuşam. Demirsiniz amma o tərəf. Demirəm. Onun vaxtı gələndə deyəcəm. Axı ki 4-5 dənə şey demirsən olmaz, demişəm olmaz da. İndi bir dənə şey demək istəyirəm, onu da deyirsən. Qəşəng kozurlar yığıram əlbəttə. Nə qədər şey yox dedim. O da psixoloji bir trikdir ya. Məsələn, birindən bir şey istəmək istəyirsiniz. Ondan daha önəmli şeylər istəyə bilərsiniz. Onu eləməyəndə yerinə... Heç olmazsa bunu elə. Heç olmazsa bunu elə. Birində olmuşdu ya. Deyir, uşaq məktub, oğul səhər durub valideynlər ki, məktub yazıblar ki, ata, mən bəs bir qızı qaçırtmışam, bəs götürmüşəm qızı, özüm də getmişəm xaricə, qız da məndən hamilədir. Ata, ana dəli olublar da. Yəni, abituriyentdir uşaq da. Oxuyurlar məktubu, axırda yazıb ki, zarafat eləyirəm və sadəcə kəsilmişəm. Çox rahatlarlar. Onun müqabilində gör nə qədər bu rahatlamadı. Yəni, bunu istifadə eləmiyorlar. Bunu istifadə eləmiyorlar. Daha böyük şeylər istəyib, onu eləməyəndən sonra desən ki, bir dənə belə bir şey istədim də, yəni orada sənin üçün nə çətindir ki, bunu eləmək. O da fikirləşir ki, hə də mən bu qədər şeyə yox demişəm. İndi bir dənə də bu məsələn bu istəyən olsun. Bilirsiniz, qəşəng bir söz var, deyir, yolunu bilsən hər şey asandır. Bizdə ailələrdə yolunu bilmirlər. Bir də xanımlarda, elə bəylərdə də həmişə deyirəm ki, emosional zəka çox yaxşı inkişaf eləmir. Bəli. Bir çox insanda elədir. Yoxdur emosional zəka. Deyir, mən belə hiss edirəm. Birdən videoda danışıram ki, emosional zəka, o saz vəziyyətin idarə edilməsi falan fəhman başa salmağa çalışıram. Mənə deyirlər ki, məni olduğum kimi qəbul eləməyəcəksən, mən adamı neyinirəm? Axı bu problemi sən yaşayırsan, sual verirsən ki, necə eləmək olar? Mən də deyirəm, belə eləmək olar da. Sonra niyə mənə hirslənmirsiniz? Mən hirslənirsiz. Mən niyə bilərəm? Deyirsin, necə eləyim? Mən də deyirəm, belə elə. Bir yazırlar. Onda mən afristi eləyim. Mən artist eləyim. Elə də, bir zahmət. Bir zahmət. Nəticə istəyirsənsə, hər dəfə deyirəm, əgər, məsələn, deyirəm, götürək bir dənə ümbül nisəni. Sən istəyirsən ki, bu ümbül nisə sənə qarşı yaxşı bir münasibətdə olsun. Əgər istəyirsənsə, hər dəfə də deyirəm, bu istəyənlər üçündür. İstəmirsənsə, heç bir problem yoxdur. Onda bax, belə eləməlisən. Məsələn, o nəyə dəyər verir? Məsələn, mən sifət eləmək istəyirəm. Siz bir qızsınız, mən bir oğlanam. İstəyirəm ki, sizin qəlbinizi fəth eləyim. Siz məni sevəsiniz. Mən neynəməliyəm?
Bunu nətər bilə bilər? Birinci sizi öyrənməliyəm. Müşahidə aparmalıyam. Bu qız nəyi xoşlayır? Zövqü nədir? Hədəfi nədir? Bu qızın idealı kimdir? Və onun idealında olan xüsusiyyətləri özümdə formalaşdırıram. O zaman siz məndə öz idealınızı gördüyünüz üçün məni sevəcəksiniz. Mənə qəşəng bir açar verdiniz. Bundan istifadə eləmək lazımdır. Bir qarşı tərəfin zövqünü bilmək lazımdır. Məsələn, eyni mahnıya qulaq asmaq, eyni filmi sevmək, eyni janrı sevmək. Məsələn, xanımlar var, deyir, həyat yoldaşım futbolu sevir, mən futbolu sevmirəm. Sən o münasibətdə əziyyət çəkəcəksən. Çünki oturub futbola baxırsan, bezirsən, sən də gəlirsən kuxnada seriala baxırsan. Yenə yəni öz evliliyimdən misal gətirim. Biz 22 ildir hələ bir-birimizdən o divanın başında, mən bu divanın başında oturub filmə baxmamışıq. Hey, həmişə qucaqlaşırsınız? Həmişə. Gözəl. Hətta bunu mənə irad tutmuşdular ilk başlarda. Yəni indi danışarıq da ondan ailə daxili müdaxilələr, ailələrə müdaxilələr. Bir dəfə bir qohumumuz girdi içəri. Dedi ki, siz uşaqların tərbiyəsini pozursunuz. Dedim, niyə? Dedi ki, siz böyle divanda qucaqlaşıb filmə baxırsınız, ayıbdır. Dedim, nə? Dedim, siz nə danışırsınız? Mənim uşaqlarım sevinsinlər ki, mənim uşaqlarım çox xoşbəxtdirlər ki, onlar atalarının, analarını döyən yerdə yox, qucaqlayan yerdə görürlər. Deyirəm, siz bilirsiniz bu nə dərəcədə ağır bir şeydir? Bir uşaq üçün nə dərəcədə bir ağır şeydir? Onun anasını, atasını döyən yerdə görmək. Yəni atasının, anasını döyən yerdə görmək. O da ki, onun anasını döymür, o fərqində deyil, uşağını da döyür. Döyülən onun arvadı deyil, döyülən onun uşağıdır. Və bilirsiniz, uşaq necə ataya qarşı nifrət eləməyə başlayır. Ölsə uf deməz. O an atası ölsə, uşaq sevinər. Hətta bir yeniyetmə uşaqla çalışırdım. Atası xərçəngdən rəhmətə getmişdi. Bilirsiniz nə dedi uşaq mənə? Dedi, anamın canı qurtardı. Ay, yazıq. Dedi, bir dənə ona sevinirəm ki, anamın canı qurtardı. Budur sizin təqdim elədiyiniz ailə modeli. Siz bunu istəyirsiniz. Amma bugün mən çox eşidirəm cəmiyyətdə, mənə qızlar da deyir ki, deyirəm, yoldaşın işdən gələndə onu necə qarşılayırsan? Öpürsən, qucaqlayırsan, bir boynuna tullanırsan, sevinirsən ona gəlişinə, darıxmamısan heç, sərdin, heç saat yoxdur da. Ana işdən gələndə sevinirsən, ki, mama işdən gəldi. Yəni darıxmırsan onun üçün. Deyirəm, öpmürsən onu? Deyir, yox. Deyirəm, niyə? Deyir, bir dəfə öpdüm, uşaqlar bir-birlərinə gəlib dedilər ki, ata işdən gələndə mamanı öpdüm, amma da atanı öpdü. Deyir, onunla da yığışdırdıq. Dedi, uşaqlar maraqlıdır. Sevinib deyiblər. Sevgi dolu ailədə böyüyən uşaq, axı hər kəs öz evində nə görürsə, cəmiyyətə də onu aparır. Əgər ailəndə atanın, ananı öpdüyün yerdə görən bir oğul arvadını öpəcəkmi, öpməyəcəkmi? Öpəcək, təbii ki. Bəs atasını, anasını döyən yerdə görən oğul nə edəcək evlənəndə? O da ki, fəlakət. O da döyəcək. O da döyəcək. Qızı götürək, qız böyüdürəm. Anadan nə görür? Ərini sevir, əri ilə deyta çıxır. Məsələn, biz yoldaşımla deyta gedirik. Qızım birdən danışanda rəfiqələrindən deyir ki, mama ilə baba getdilər deyta. Onu da mən bilmirdim. Təzə bu sizin nəsildən öyrəndim. Deyta getmək, first date. Asal. Gedilər deyir deyta. Və bunu desəm maraqlı bir şey dediyim. Mənim John Gottman adlı ailə psixoloqu var. 40 il ömrünü həsr elədi bu ailələri, cütlükləri, boşanmaları araşdırmağa. Bir otaq düzəltdi. Otağa kameralar qoyuldu. Hər kateqoriyadan cavan, orta yaşlı, evli cütlükləri ora salıb müşahidə elədilər və baxdılar. Və 40 il bu araşdırmadan sonra onlar o nəticəyə gəldilər ki, uğurlu ailələr, hansı ailələr boşanmayacaq? Aha, maraqlıdır. Söhbət eləməyi bacaran ailələr. 1. Problem var. Oturuq bunu söhbət edirik. Niyə qaçırsan ki? Hara qaçırsan? Hara gəlirsən? O da fırına para gələcəksən. Kaç kere sıradan balası kimi bunu danışaq. O cütlüklər ki, o problemləri müzakirə eləməyi bacarırlar. 1. İkincisi, bir-birləri ilə hələ də görüşən cütlüklər. Date dediyimiz. Məsələn, o deyir ki, biz evlənməmişdən qabaq eyni universitetdə oxuyurdular, deyəsən, həyat yoldaşı ilə. Deyir, özümüzə söz verdik ki, biz evlənəndən sonra belə nə qədər işimiz olur olsun, neçə dənə uşağımız olur olsun, biz o həftədə bir dəfə ki, görüş günümüzü
saxlayacağıq. Yəni o olacaq da, onun başqa variantı yoxdur. Nə şirin. Və deyir biz onu saxladıq. Saatını ola bilsin ki, dəyişdik, məsələn, səhər, axşam vəziyyətə görə. Amma o görüş orada olmalıdır. Çünki niyə? Bizi biraz ailədən kənarda lazımdır axı. Oturaq söhbət eləyək, danışaq. Siz bir fikir bildirin. Auranın da təsiri var axı. Ev, uşaqlar hər dəfə eynilik qadını yorur. Siz yorulmarsınız, yorulum. Mən də yorularam. Evet. Hamı yorular. Analarımız da vaxtında yorulub. Amma o görüşdə biraz fərqli söhbətlər olur. O kontentdən çıxırsan, o evin o aurasından çıxırsan, artıq başqa mövzuları siz müzakirə. Bəlkə də bir-birinizə baxıb bir-birinizə yenidən aşiq ola da bilirsiniz. Çox maraqlı. Amma bugün kişilər evlənir təəssüf ki. Restorana kimi aparırlar? Allah bilir kim aparırlar. Arvadlarından başqa kim istəsəz. İndi adətən evliliklər bu səbəblərlə bitir. Xəyanət daha çoxdurmu? Xəyanət hər zaman olub. Bir indinin mövzusu deyil. Çox aktual mövzudur. Bütün dövrlər üçün aktual mövzudur. Hər zaman olub, var və olacaq da. Amma indi buradan onda maraqlı sual çıxır. İkinci sual ki, bəs elə qadınlar var ki, onlara xəyanət edilmir. Və hansı halda xəyanət etməz bir kişi? Kişi iki halda xəyanət eləmir. Ya fizioloji problemi var, Oy. ya da qorxur. Ay, çox ümidsiz danışdınız axı. Nədən qorxur? Əslində ümidlidir. Qadını itirmək qorxusu. Okay. O qədər sevir ki qadınını. Və o qədər qadınının özəlliyinin, gözəlliyinin, dəyərinin fərqindədir ki, o başa düşür ki, onun qadınının qırmızı xətti var. O bu xətti keçə bilməyəcək. Niyə adətən özgüvənsiz qızlarla evlənilir? Bayaq dediyimiz kimi. Yenə idarə eləmək, yenə. O susacaq. Kasıbı niyə alır? Hara gedəcək? Evdə bir mübahisə oldu, bir dava oldu. Hara gedəcək bu qız? Evi yox, işi yox. 2-3 dənə də uşağı yanında. O məcburdur axı otursun o münasibətə dözsün. O kişi də bunu çox yaxşı bilir. İlk növbədə xəyanət edəndə ilk başlarda birinci bəlkə də gizlətməyə çalışacaq. Ta ki onun ilk reaksiyasını alana qədər. İlk reaksiya önəmlidir. İlk reaksiya çox önəmlidir. Əgər dava qırğından sonra indi nə qədər orada mübahisələr olur, indi kişi yalvaracaq, düşəcək ayağına. Ay bilmədim, amma qadın susdu, biraz ağladı, biraz qışqırdı, biraz saçın başını yoldu, biraz üsyan elədi. Sonra bu durumu qəbullandı və oturdu. Kişi nə gördü? Bir şey belə eləmək olar. Var. Neynəsin? Mütləq ki, evi tərk eləsin. Gedə biləcəyini göstərsin. O gücdə olmalıdır. Bizdə qadınlar o gücdə deyirlər. Təəssüf ki. Bizdə ümumiyyətlə qız uşaqları çox qəribə böyüdülür ailədən. Uşaq vaxtından qorxudularaq böyüdürük. Cəmaət nə deyər? Ayıbdır, belə geyinmə. Küçədə görən nə bilim nə deyər? Atanın dostları çıxar qabağa, qardaşların. Bizi qorxuda. Silah əllərində belə o almanlar nemesləri xəndəxox. Biz qalmışıq. Biz nətər böyümüşük, möcüzə. Biz necə sağ qalmışıq? Və biz necə təsirlənməmişik, çox maraqlıdır. Biz yəni bu baskının altında yaşaya bilmişiksə biz böyük adamlarıq. Yəni görün biz nə dərəcədə güclüyük. Həqiqətən ciddi deyirəm qızlar. Biz nəsə eləməyi bacarmışıqsa bu baskının altında. Mən bizə heyranam. Kişilər bizim qədər güclü ola bilməz. Mümkün deyil. Çünki onlara bu baskı olunmayıb. Rahat yaşayıblar da. Onlar deyib də oğlandı, o nə olar? Nənəm nə deyirdi rəhmətli? Deyirdi, kişiyə əgib yoxdur. Əgib arvada var, qıza var. Nənəm Bakılıydı bu arada onların ləhcəsindən. Niyə kişiyə eyib yoxdur? Bu nəylə göydən qızıl zəmbilindən düşüb? Bu kim bu ixtiyarı verib ona ki, ona eyib yoxdur? Var, çox yaxşı da var. Bal kimi də var. Gəzəyən kişinin qızını almaram. Almaram, şəxsən getmərəm. Mən onun genetikasına şübhə eləyirəm. O nə ailədir? Yox, genetikasına şübhə eləyirəm. Bu genetikada mənim nəvələrim olacaq. Gəldi bu nəvəmin biri qız oldu. Babası da məlum məsələ. Bir dənə ətək buraxmayıb. Belə niyə bəs deyirsiniz ki, anası problemli olan qızı almıram? Mən anasına bax, qızını al məsələsində. Elə hazır atasına baxım, qızını alım da. Elə olsa evdə qalaram. Bax qızım, 23 xromosom bundan götürmüşəm, 23-dən də bundan. Elədi 46. Yarı hissəm atamdır, yarı hissəm anamdır. Niyə düşmüsünüz bu qadını? Niyə yenə qadın linçlənir?
Elədir. Bəs niyə deyirsiniz qız nəvəm olsa? Oğlan nəvəniz olsa? O da həmin şey. Prosta o bilirsiniz nə olacaq? Yenə cəmiyyətin dediyi kimi də Onlar öz silahı ilə vurur. onlara əkib yoxdur. Onlara əkib yoxdur. Mən onlar üçün deyirəm ki, bu qız olacaq, qız nəvəm. Sonra başlayacaq belə anasından, bəlkə babasından keçib elə. Bəlkə sən düz kişi olsaydın valla mənim uşağım da elə normal uşaq olardı. Niyə sən ananın üzərinə yıxırsan? Bizdə hər şey ananın üzərinə yıxılır. Hər şeydən məhsul analardır. Kişi də deyir, sən tərbiyə eləmisən. Sən tərbiyə eləmisən. Yox. Yox, o tək başına tərbiyə eləmişəm. Mənim 3 övladım var. Üçü də fərqli genetikanı götürüblər. Qızım bibilərinə. Bizdə çox deyilir, oxşadı bibilərinə. Bibisi sifət. Bizdə mənə də o söz çox deyilirdi ki, bibisi sifət. Yaxşı bibim yoxdur. Mən də qızıma hər şey deyirəm. Deyirəm ki, bu qədər də oxşamayardı. Allah belə copy pasta. Böyük oğlum oxşadı biz tərəfə. O mənim atama oxşuyur. Və balaca oğlum o da mixdir. Hərədən bir şeylər götürürüm. O vəbşə başqa bir aləmdir. Onu gələcəkdə mən əminəm ki, çox ölkədə verilişlərə də çağırılacaq, böyük nailiyyətlər də olacaq. Çünki elə bir uşaqdır. Yeni nəsil çox maraqlıdır. Çox maraqlı bir uşaqdır. Biz olmamışıq elə bir onlar olublar. Və mənə deyirlər ki, adətən sən belə tərbiyə eləmisən. Məsələn, balaca oğlumu çox mənə aid eləyirlər ki, hə sən psixoloqsan, sən onu belə tərbiyə eləmisən. Müasir qaydada. Deyirəm, mənlə yaxından uzaqdan əlaqəsi yoxdur, xahiş edirəm, mənim üstümə atmayın. O özü odur. Tərbiyə necədir? Sən uşağı qabağı qoyub ona tərbiyə ver. Lap desən ha ki, ay bala belə eləmək olmaz, elə eləmək olmaz, elə eləmək olmaz. O sənə dediyinə baxmayacaq, o sənin elədiyinə baxacaq. Bəli. Xeyr ola, sən özün eləyirsən, mənə deyirsən olmaz. Niyə sən olar, mən olmaz? Mən də bir şəxsiyyətəm də. Mən incidəcək axı. Mən də sənin o Həzrət Əlinin sözü var, gözəl bir sözü var. Deyir, övladlarınızı tərbiyə etməmişdən qabaq özünüzü tərbiyə edin. Onsuz da onlar böyüyüb sizə oxşayacaqlar. Sizə oxşayacaqlar. Düzdür. Özünüzdən başlayın. Uşağı aparırlar psixoloqa. Uşağı niyə aparsın? Özün get. Birinci get gör hələ problem nədir? Bizdə də bir maraqlı nədir? Problemli insanlar problemsiz insanları psixoloqa aparırlar. O məcbur eləyir ki, get sən xəstəsən. Xəstə özü deyir, fərqində deyil. Narsist axı. Narsist öz probleminin fərqində deyil ki, o. Hamını xəstə eləyir. O hamını xəstə eləyir, səni də günahkar çıxardır. Sonra da deyir sənə başın çatmır, sən xəstəsən. Biz biraz kişiləri çox danışdıq, onların pis cəhətlərindən, pis nöqtələrindən. Həmişə rəylərdə də bizə yazırlar ki, biraz da qadınlardan danışın. Qadınlar indi daha çox xəyanət edir. Bu doğrudurmu? Ümumiyyətlə mənə maraqlıdır ki, qadınlar daha çox xəyanət edir fikri hardan yaranır? Qadınlar daha çox xəyanət eləmir. Bax, bayaq biz danışdıq ki, biz ailədən, doğulandan, böyüyəndən müəyyən bir baskı və proqram altında böyüdülürük də. Düzdür, bizə olmaz. Ayıb da olmaz, ayıb da olmaz. Biz xəyanətə meylli deyilik. İstisnalar var, onları çıxırıq. Mən çoxluğu götürürəm. Bəs xəyanət, qadın xəyanəti edənə qədər bir yol gedir. O hər dəfə həyat yoldaşından biraz qırılır, hər dəfə biraz ondan sınır. Ən əsası bilirsiniz nədir? Burada bir intiqam da olur. Çünki balans pozulub axı. Biz bir yerdə oturmuşuq, siz yemək yeyirsiniz, mən də belə qalmışam, mənə də vermirsiniz. Baxıram sizə. Amma biz bir yerdəyik. Yəni ayrı-ayrı yerlərdə olsaydıq problem yox idi. Bu çox primitiv bir misal oldu. Amma sadəcə vəziyyəti izah eləmək üçün bunu deyirəm. Balans orada pozulub. Yenidən sanki hə elədim, mən də elədim. Yəni biri var münasibətdən mən görürəm ki, mən qəbul eləmirəm bu xəyanəti. Mən özümü çöndərirəm, çıxıram, gedirəm. Amma sizə bir maraqlı bir şey də deyim. Mən öz təcrübəmdə nə gördüm? Patoloji xəyanətkar kişilərin qadınları gün gəlir, onlar da ərlərinə oxşuyurlar. Patoloji xəyanətkar kişini necə müəyyən edək? Patoloji xəyanət kişini biz öncədən biraz müəyyən eləmək olar. Onun üçün gərək mütəxəssis olasan. O qədər insanlarla çalışasan ki, artıq baxan kimi bilirsən ki, bu adam xəyanətkardır. Biri var, indi yenə deyəcəm, bizim biraz klassik səslənəcəyi, bir dəfə bilmədi, şeytan Allahdır, çaşdı. Biri də var, yox, bu adamın xislətindədir. Bu adamda narsizm var, bu adamda psixopatlıq var, o əlamətlər var onda. Aslılıq var, narkotik asılılıq ola bilər, içki asılılığı ola bilər.
və daim davamlı özünü təsdiq ehtiyacı var bu kişinin. Dünyanı da ver ona. Nə qədər çox qadın onun ətrafında fırlanırsa, nə qədər çox qadın ona heyran olursa və nə qədər çox qadına o sahib olursa, onda özünü xoşbəxt hiss eləyir. O pulu da qazanır ona görə ki, getsin o qadını ovlasın. Hətta maşın alanda bilirsiniz nə deyirlər? Maşınların İndi maşın almaq istəyirlər, hə? Şahid olmuşam, özüm eşitmişəm. Deyir, ayda nə qəşəng maşındır, bilsən bu ilə necə qızlar tutmaq olar? Bunların lozunqlarına bax. Həyat eşqi. Həyat eşqinə stimuluna bax, bunlar. Gör maşına nə gözlə baxırlar. Qadınlarda bu belə deyil. Qadın güvən istəyir. Qadın iki şey istəyir. Həyat yoldaşına onu qorumaq qabiliyyəti olmağı, bu həm maddi, həm mənəvi cəhətdən. Həm də ona güvənməlidir. Çünki qadın bala verəcək axı. Məsələn, canavarlarda necədir? Görsən son aylarda artıq canavar, dişi canavar girir yuvanın içinə. Erkək durur yuvanın qarşısında, yuvanı qoruyur. Dişi canavar bala dünyaya gətirir, ona süd verir, erkək də ov gətirir, yedizdirir orada. Bunu təbiətdə də görə bilərsiniz. Quşları müşahidə eləyəndə də görə bilərsiniz. Ana oturur yumurtanın üstündə, ata gedir gətirir, anaya yedirdir, ana da yeyir, balalarına verir. Kişinin funksiyası budur. Amma bir də görsən, kişi oturub evdə divanda, nə işləmir, nə qazanmır, nə gətirmir. Bu ilk öncə neynədir? Öz qoruyuculuq funksiyasını itirdi. Ovçuluq funksiyasını itirdi. Sən onu maddi cəhətdən qorumursan. O təhlükəsizliyini, maddi təhlükəsizliyini təmin etmirsən. Dolayısıyla mənəvi təhlükəsizliyini də təyin etmirsən. Və sən artıq qadın üçün o deyirlər indi kişilər üstün olmalıdır, kişi güclü olmalıdır. O məni məcbur eləməklə deyil. Sən elə bir olmalısan ki, mən sənə baxanda mən səndən güc alım. Mən o gücü səndə görüm, özüm gələcəm. Lazım deyil mənə demək ki, diktə eləmək ki, sən get belə elə. Elə gələcəm, Türkiyədə ki, tıpış-tıpış, özüm xoşluqla, könüllü surətdə. Məsələn, evdən yadınıza gəlir, uşaq vaxtı deyirdilər ki, bəzən dur gedək filan kəskilə. Deyirdiniz, yenə onlara gedirik. Elə adamlar olub ki, heç istəməmişsiniz onlara qonaq gedəsiniz. Amma elə yer olub ki, deyiblər ki, durun gedək filan kəskilə. Gecədən yatmamısınız ki, sabah biz onlara gedəcəyik. Biri var, sən məcbur gedirsən, səni məcbur eləyirlər, ayıbdır deyə. Bir də var, sən özün istəyirsən getməyi. Bax, münasibətlər də elə olmalıdır. Mən sizin yanınızda olmağı istəməliyəm. Siz məni onu məcbur eləməməlisiniz. Mən kişidə o gücü görməliyəm ki, mən qadınlığımla ona tabe olum və olacam da, başqa yolu yoxdur. Çünki hətta ən güclü qadın belə özündən daha güclü bir kişi istəyir. Amma ona görə yox ki, onu sındırsın. Ona görə yox ki, onu əssin. Onu qoruya bilsin. Qadın qorunmaq istəyir. Qadın uşaq kimi bir şeydir. Təbiətin qanunu belə. Təbiətin qanunudur. Qadın istəyir ki, başını erkəyin çiyninə qoyub bir anlıq bütün dərdlərdən, bütün problemlərdən, onun güclü çiyinlərində huzuru tapsın. Müasir kişilər isə prensesləşiblər. Prensesləşiblər. Bu hardan çıxdı bu? Sizin generationda var. Hə, bizim Yəni gəlir bu yaşda qızlar, mən baxıram, deyirəm bu nə yazışmadır, bu necə oğlanlardır. Bunlar necə bu qədər qorxaq, çəkingən, ürkək. Pisəyən, Bilirsiniz niyə? Boşanmalar çoxdur axı. Aha. İndi gəlin biraz onun da ziyanlarından danışaq. Danışaq. Dünən elə öz mamamla bu mövzunu müzakirə eləyirdim. Deyirdim ki, bax mama, əgər bir münasibətdə, bir ana-bala münasibətindən danışıram, bir ailədə ana kişidirsə, o oğlunu qadın xislətində böyüdəcək. Bir oğlan uşağı bir qadın tərəfindən əzilməyi eləyəcək, öyrənəcək. Onun üçün o doğmadır. Onu tanıyır. Öbür ki, qadın belə olur. Və ana dominantdır, əri də əzib eləyib heç nə, oğlu da dolayısı yolla, yəni xoleriklərdir deyə bayaq. Bu onların tipi odur da, bu onların təbiətidir. Və mən oğlanam, gedirəm evlənməyə. Mən necə bir qız alacağam? Anasına oxşayan. Çünki doğma odur. Doğma odur. Bu qız gələcək mənim anamla yola gedəcək? Yox. Mən nə qədər bu hadisələrdən eşidirəm. Bayaq qayıtdıq ona 2 qoçun başı bir qazanda qaynamaz məsələsi. Və başlayır bunların arasında konflikt və gəlin qalib gəlir. Niyə? Niyə? Gəlin daha cavandır. Daha güclüdür. Deyirlər onu, necə deyirlər? Yeni həmişə köhnəyə qalib gəlir. Gələcək. Sən qocalırsan, sən artıq
taxtdan düşürsən. Deyir kral öldü, yaşasın kral. Yeni kral gəlir taxta. Timboli bu zəmanə də onun zəmanəsidir. Hə biraz əziyyət çəkəcək, biraz çətin olacaq. Məsələn mən görəndə o dəqiqə bilirəm. Deyirəm ki, hə hakimiyyətə sən gələcəksən. Sadəcə səni yoran odur ki, hələ o prosesdəsən, hələ gəlib çıxmamısan ora. Odur səni incidən. Yoxsa ona 40 yaşında gələcək. 40 yaşında mı gələcək, 5 ilə mi gələcək, 10 il, amma çox çəkmir. Görürsən ki, ya oğul da axı qız kimi böyüyüb. Həssasdır, ürkəkdir. Ürək eləmir qıza məsələn birinci yaxınlaşmağa. Ya və yaxud gedirlər, mən bu yaxınlarda eşitdim ki, bir qız bir oğlanla görüşə gedib, 22-23 yaşında qızlardan söhbət gedib, oğlanla deyib, hesabı sən verərsənmi deyib, ya hə deyəsən deyib ki, hesabı sən verərsən də. İndi qayıdacağam mən biraz köhnələr kimi danışacağam. Bizim vaxtımızda belə şey yox idi. Çox darıxırıq vaxtlar üçün. Mən başa düşürəm, dünya dəyişir, dövr dəyişir. Birazdan buna da uyğunlaşma başlayacaq. Və hardasa əslində belə olmağı biraz bu 50-50-yə var. Nemeski şot deyirlər, Alman hesabı. Mən onun biraz tərəfdarıyam evlilikdə. Evlilikdə olar. Evlilikdə tərəfdarıyam. Belə münasibətlərdə də əslində tərəfdarıyam. Mən yox, niyə? İndi sizə niyə izah edeyim? Əgər bir kişi mənə pul xərcləyirsə, o özünü mənim üzərimdə ixtiyar sahibi görməyə başlayır. Ona icazə vermərik yox heç. Amma hə düz deyirsiz. Yox, pulu o verir. Atan-anan dünənə qədər səni yedirdirdi, içirdirdi, sözünə də tabe olmağa məcbur idin. Bugün niyə tabe olmursan? Çünki cibin 5 qəpik pul görür. Var elə bir şey. Səhv deyirəm qızlar, deyil, səhv deyirsən. Deyirsiniz. Tam da yox amma hə. Və valideynlərin də sənə münasibəti dəyişir falan. Dinə adam yerinə qoymurdular. Elə bir ayaq altı idin, hirslənirdi. İndi görüblər ki, sən bir şey pul qazanmağa başlamısan, bir cəmiyyətdə bir sözü deyirsən. Görsən deyir, hə balam, gələndə sənə nə bişirim? Səni hesaba qatmağa başlayıblar. Niyə? Çünki səni itirmək istəmirlər. Bilirəm ki, yəni biraz oyanmayan olsa Biraz da gedəcəm ayrı evə. maskeləslər. Ay, sağ ol. Bax, evlilikdə də həmən məsələdir. Bayaq dedi ya, itirmə qorxusu. Kişi görsə ki, onun qadını öz ayaqları üzərində dura bilən müstəqil bir şəxsiyyətdir. Onu xəyanət eləməyəcək, onu əzə bilməyəcək, daha doğrusu sındırmayacaq. Hə fikir ayrılığı olacaq aralarında. Bu da tamamilə normal bir şeydir və bu olmalıdır. Bu da mən böyük oğlum demişkən ailənin tuzu bibəri. Bu tuzu bibəridir. Amma axırda hesablaşacaq səndən. Çünki sən də şəxsiyyətsən, o da şəxsiyyətdir. Bax, biri var, mən sizlə evlənmişəm ona görə ki, pulum yoxdur. Sizi də bir ağatlı prens görmüşəm. Çıxış yolu variantısınız da mənim üçün. Daha istədiyim həyata daha rahat çatma yolumsuz mənim. Ki belə danışaq da bizim də aramızda sevgi yoxdur. Siz mənə hörmət eləməyəcəksiniz. Siz oldunuz mənim yeni bir valideynim. Bir də var. Mən işləyirəm, pulumu da qazanıram. Maddi cəhətdən özümü təmin eləyirəm. Amma insanın axı tək maddi yox, həm də mənəvi ehtiyacı var. Bayaq dediyimiz kimi söhbət edə biləcəyi biri, sığına biləcəyi biri, başını çiyninə qoya biləcəyi biri, yanında olacaq, onu özünə tənha hiss elətdirməyən biri. Bizi Allah belə yaradıb, təbiət bizi belə yaradıb. Bu normal bir şey. Kaş ki münasibətlər mənəvi mənfəət üzərindən qurulsun. Çünki münasibət nəyin üzərində qurulubsa, o bitəndə o münasibətdə bitəcək. O bizdə bir söz var idi, nənələrimiz deyirdi, bağda ərik var idi, salam mələk var idi, bağdan ərik qutardı, salam mələk qutardı. Mənəviyyat qutarmır. Əgər əriyə görə evlənmişəmsə, Əri bir gün qutaracaq mütləq. mən puluna görə bu oğlana getmişəmsə, sabah bu oğlan bankrot oldu, nə edəcəm? Oturub bütün həyatımı sorğulayacağam ki, Atoz bilsiz nə vaxt falan vaxt mənə nə eləmişdi? Onda pulu çox idi, heç mənə saymırdı, heç mənə adam yerinə qoymurdu. Pulu onun düşürsüzləri demirdi məbacı. İndi pulu qutarıb yadına düşüb ki, atası bunu adam yerində niyə qırmaq istəyir? O pula görə də özüb oturmuşdu. Mənəvi mənfəət üzərində qurulan münasibət. O mənəvi mənfəəti qutaranda, məsələn, siz mənə sevgi vermişdiniz, mən gəlmişdim sizə. Siz mənə dinləyirdiniz, mən gəlmişdim, sizlə evlənmişdim. Başımı tumarlayırdınız, xırda diqqət göstərirdiniz də, məsələn, hava soyuq olanda pencəyinizi çıxardıb çiynimə atırdınız.
xırda şeylər. Qadın xırda şeylərdən xoşbəxt olan bir varlıqdır əslində. Yolla getdiyin yerdə bir dənə güldü dərsən versən qız ürəyi xarab olur. Yəni elə də belə çətin bir proses deyil. Bəli. Əgər bunun mənəviyyata ehtiyacı varsa, evləndin, dünənə qədər qayğı dalıca sürünürdün, buna bu jestləri eləyirdin, gündə 15 dəfə zəng edirdin, soruşurdun, onlaynsan, deyilsən, yazıram, niyə baxmırsan, narahat idin ona görə, onunla bir yerdə söhbət etmək istəyirdin, görüşə çıxırdın onunla, indi bütün gün dostlarınla çayxanadasın. Bitdimi mənəvi mənfəət? Mən niyə sənin yanında qalım? Niyə bitir o? Nə dəyişdi? Kişilərdə biraz belə bir psixologiya var ki, ovçu xarakteridə. Vəsiyo məndədir. Məndədir. Arxayındılar. Ona görə heç vaxt onlar arxayın saxlamaq olmaz. Buradan qadınlarımıza bir məsləhət verin. Qızlar, tonusda saxlayın. Necə ki, o idmana gedirsən, əzələ tonusda olanda bədən fiqurası da görürsən, qəşəng olur. Niyə? Çünki əzələ tonusdadır. Amma buraxan kimi şişirsən, kökəlirsən. Kişilər də tonusda saxlamaq lazımdır ki, daim fit bir formada olsunlar münasibətlər. Məsələn, öz güvəniniz tavan olsun. Heç vaxt özünüzü sınıq göstərməyin. Birinci olar biz necə başlayırlar təzə-təzə evlənəndə. Qaşın burası əyridir. Burnun elə bir biraz yekədir. Dodağın olmamış. Qulağın xırda-xırda detallarla hamısı bunlar nədir? Səni sındırmağa gedən yollardır. Səni dəyərsin. O birinci anda ki sənə dediyi ki burnun belədir. Dursan sən belə lap gözəl də burnun var. Gör Allah mənə necə gözəl burun yaradıb. Ay Allah, sən məni necə gözəl yaratmısan. Sənin əsəri və heyranam da. Daha burada biraz da şeyə çıxırsan, Allaha bağlayırsan və sənə yaradıcıya bağlayırsan. Dinə qədər səni istəyə bilirsən. İndi ora söz deyə bilməyəcək. Hələ də inanclıdırsa. Hələ də inanclı yuxarı ilə işi ola bilməyəcək. Ona görə susub qalacaq. Sənə şükür ilahi, mənə verdiyin əzalara görə. Sənə minnətdaram. Kökəmsən arıqlamısan. Orada da yenə həmən şey deyirsən, yox, mən əslində köklük mənə körramır ki. Düz elə adamlar var ki, məsələn, onlar kökələndə onlara yaraşmır. Amma mən fikir vermişəm, mən elə bir kökələndə bir başqa gözəl oluram. Çox qəribədir. Aynı mən arıqlamağa çalışırdım, aynı mən kökəlməyə çalışırdım. Arıqladım, arıqlamışam. Qarnım əridir. Belə eləməyəm. Buramdan bu çıxıb, oramdan o çıxıb. Yox, eləmə. Görürsən pis oldu. Biz qızlar niyə bunu belə deyirik? O desin ki, yox əzizim, sən çox gözəlsən əslində. O onu elə algılamır. O onun sənin kompleksin kimi götürür, özünə silah kimi saxlayır. Zəiflik. Sabah səni oradan da vuracaq. Sən bu lazımdır. Sinsirellələr. Ona görə alımlı olmaq lazımdır. Öz güvənimizi qaldırdıq. Yəni istənilən halda özümüzü əzdirmədik. Bu bir, bunu qoyduq qırağa. İkinci nə edirik? Nə yapırıq, nə edirik? İşimizdən əl çəkmirik. Həmişə qızlara deyirəm, öz qızıma da bunu deyirəm, bütün gənc qızlara da deyirəm. Sizin birinci ərvi sizin işinizdir. Bunu necə istəyirsiniz başa düşün. Qoy mən linç yeyim. Amma sənin işin yeganə şeydir ki, o sən ölənə qədər səndən olacaq. Sabah ərində səni qoyub gedə bilər, atan-anan dünyasını dəyişəcək, övladların böyüyəcək, evlənəcəklər, xaricə köçmək istəyəcəklər, müstəqil yaşamaq istəyəcəklər. Hamı səni bir gün yarı yolda qoyma ehtimalı var. Amma sənin işin sən əldən ayaqdan düşənə qədər səndəndir. Onu heç kimə dəyişmirsən. Ailən də olsun, təbii ki, bizə ailə də lazımdır. Orada da onu qadınlar var, görsən evlənir, deyir, ərim qoymadı, mən də işdən çıxdım. İyi halt elədin, türklər demişdir. Özgüvənimiz, işimiz. İşimiz, bəli. Bu iki şey bizdə olsun. Biraz da ağlınız varsa, yatırım eləyə bilərsiniz kənarda. Pulunuz sizə onu icazə verə bilirsə, bir əlavə eviniz olsun. Məsələn, Azərbaycanın psixologiyasına oxşadı, biraz bəlkə məni şey eləyəcəklər yenə. Əgər güvən istəyirsinizsə, çünki qadın daha çox niyə görə getmir münasibətdən? Deyir, hara gedəcəm? Gedəcək yerim yoxdur. Yəni bir gedəcək yerin olsun, bir evin olsun, bir məkanın olsun. O da görsün ki, sənlə başqa cür rəftar eləsə, sən burada oturub qalıb ona dözən deyilsən gündə bir qızla yazışmağına, danışmağına. Çox sağ olun, çox təşəkkür edirik. Çox maraqlı söhbət oldu. Dediyim kimi biz münasibətlərdən danışmışdıq, amma evlilikdən hələ danışmamışdıq. Bizə nöqtə atışı analizlər elədiniz, qəşəng açarlar verdiniz, qəşəng məsləhətlər verdiniz. Çox təşəkkür edirik. Mən çox təşəkkür edirəm. Çox xoş oldu belə bir kadrla. Həqiqətən çox səmimi, çox isti. Həqiqətən söhbət edirik. Yaddan çıxarmışdım ki, biz studiyadayıq. Mənə elə gəldi ki, mən öz qızlarımla söhbət edirəm. Yəni belə bir vibe aldım sizdən. Çox sağ olun qızlar. Bizi izlədiyiniz üçün təşəkkür edirik ProTalks izləyiciləri. Bu yayımız 24/7-nin baş sponsorluğunda həyata keçdi. Bizə rəy yazmağı, abunə olmağı unutmayın. Görmək istədiyiniz qonaqları rəylərdə qeyd edə bilərsiniz. ProTalk.